İpək sirrinin oğurlanması. Min illər əvvəl uzaq Çin imperatorluğunda bir sir vardı. İpək sirri. Bu parlaq, incə və möhkəm sap yalnız ipək qurdudan alınırdı. İmperator bu sirri çox ciddi qoruyur və ölkədən ipək qurdu yumurtalarının çıxarılmasına qadağa qoymuşdu və bunu pozana isə ölüm cəzası təyin etmişdi. Beləliklə ipək yalnız Çində istehsal olunurdu və dünyanın hər yerindən tacirlər onu almaq üçün uzun yol qət edirdilər. Lakin heç kim bu gözəl parçanın necə hazırlandığını bilmirdi. O dövrdə Bizans imperatoru ipək parçalarının Avropada yaratdığı böyük heyranlıqdan xəbərdardı və bu sirri öyrənmək istəyirdi. Bizans imperatoru plan quraraq 2 rahibini gizli missiya ilə Çinə göndərdi. Rahiblər səhralardan, dağ keçidlərindən və çaylardan keçərək uzun yol alıb özlərini tacir kimi təqdim etdilər. Geyimlərini dəyişdilər, şərq dillərini öyrəndilər və kərvanlara qoşulub izlərini itirdilər. Çinə çatanda uzaq bir kənddə yerləşdilər. Orada tut ağaclarının altında ipək bağlarında çalışan kəndlilərlə tanış oldular. Səbirli və sakit davranışları sayəsində kəndlilərlə yaxın dostluq qurdu, birgə su daşıdılar, yarpaq topladılar. Axşamları isə çay içib söhbətlər etdilər. Kəndlilər onlara ipək qurdunun necə böyüdüyünü, tut yarpaqlarını necə yediyini və sapla yumşaq yuvanı necə yaratdığını göstərdilər. Rahiblər hər bir detala diqqətlə yanaşaraq artıq sirri əldə etmişdilər. Bir gecə rahiblər ipək qurdu yumurtalarını toplayıb, bambuq çubuqların içində gizlədib kərvana yerləşdirdilər. Yolda qarşılarına maneələr çıxsa da, onlar səssiz və diqqətlə irəlilədilər. Nəhayət, Bizans imperatorluğuna çataraq gizli ipək qurdu yumurtalarını ona təqdim etdilər. Qısa müddət sonra Bizansda tut ağacları əkildi, ipək bağları salındı. Ustalar ipək saplarını toxumağa başladılar və bazarlarda parlaq parçalar göz oxşayırdı. Beləliklə, Bizans imperatoru əsirlərlə Çin tərəfindən qorunan bu sirri öz hiləsi və səbri ilə ələ keçirdi. İpək istehsalı ilə xəzinəsi doldu, saraylarını bəzədi və adı tarixə ipəklə yazıldı.